Salam millət, dəyərli izləyicilər. Bu günləri bu verilişdə sualları mən verməyəcəm, verilişi də mən aparmayacam. Tanınmış jurnalist Elbəy Həsənlinin mənə sualları var və verilişi də o aparacaq. Elbəy bəy, sizi salamlayıram və sözü və verilişi verirəm sizə. Buyurun. Mən də sizi salamlayıram. Deməli, normada siz məndən müsahibə götürürsünüz. Bugün əksinə olacaq. Deməli, bugünkü qonağımız Azad Söz YouTube kanalının sahibi Tural Sadıqlıdır. Tural bəyin, deməli, ayın 10-da onun ad günüydü. Yeri gəlmişkən mən onu bir daha təbrik eləyirəm. Təşəkkür. Ona deməli, jurnalist fəaliyyətində uğurlar arzulayıram. Bloger kimi də həmçinin ona uğurlar arzulayıram. Yəni, suallarımız çoxdur. Mən çalışdım ki, mümkün qədər hər şey açıq olsun, aydın olsun, birmənalı olsun. Ona görə ayın 10-da deməli, mən bir status yazdım. Həmin statusun deməli, şərh bölümünə öz suallarımı da yerləşdirdim. Digər izləyiciləri də dəvət etdim ki, kimlərin bu və ya digər sualı varsa, Tural bəyə sualı olanlar ora yaza bilərlər. İndi biz həmin sualların hamısını, o cümlədən mən özüm yazdığım sualları da deməli, Tural bəyə ünvanlayacağam. Tural bəy, birinci sualımız çox biraz o qədər də münasib sual deyil sizin üçün, amma burada ən çox layiq yığan sual odur. Ondan başlayırıq. Sual belədir. Azərbaycanda iqtidara bağlı media, xüsusilə Real TV, Müsavat Media qrupu sizi dəfələrlə ermənilərə işləməkdə, hətta ermənidən daha çox erməni olmaqda ittiham edir. Yəni, bu təzə bir şey deyil. Bu ittihamlar əsasən sizin çıxışlarınızın təhrif olunmuş hissələrinə istinadən geniş şəkildə yayılıb və sizə qarşı davamlı kampaniya aparılıb. Bu da bəlli bir şeydir. Digər tərəfdən sizin Qarabağdan ermənilər zorla qovulub fikriniz Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurub. Yəqin ki, siz bunu bilirsiniz, çünki mən izləmişəm, siz bir-iki dəfə bu məsələyə toxunmusunuz. Mən istərdim ki, siz bu məsələyə biraz daha ətraflı və daha dərin toxunasınız. Niyə belə demisiniz? Və sizə qarşı təbliğatda istifadə olunan metodlar barədə də mümkün olsa bir kəlmə deyərdiniz. Buyurun. Təşəkkür edirəm Elbəy bəy və izləyicilərdən də xahiş edirəm ki, bu verilişi sona qədər izləsinlər. Bu verilişdə mənim əleyhimdə və yaxud da deyək ki, mənə tənqid kimi də qəbul edəcək suallar var və elə birinci sualdan da gördünüz. Adətən Azərbaycan hakimiyyəti əlində ən çox bayraq etdiyi bu yalan informasiyadır. Təhrif edilmiş, barəmdə mənim video çıxışlarım təhrif edilmiş, səhv yozulmuş, cəmiyyətə səhv təqdim edilmiş. Amma mən çox şadam ki, cəmiyyətimiz, insanlarımız ağla qaranı seçə bilirlər. Nəyin yalan, nəyin doğru olduğunu bilirlər və əksər insanlar mənim öz kanalımda, öz auditoriyama etdiyim çıxışları girib özləri baxırlar, görürlər ki, Tural Sadıqlı belə şeylər danışmır. Kəsib doğramış məlumatlar, çıxışlarımı təqdim ediblər. Bir, mən 2-ci Qarabağ müharibəsində Azərbaycan ordusunu müdafiə etmiş və informasiya müharibəsində də Azərbaycan ordusunun yanında olmuş bir şəxsəm, kanal olaraq da. Bunu Azərbaycan hakimiyyəti də çox gözəl bilir və burada indi mən açıqlamayacağam, amma əslində demişəm bunu. Müharibə bitdikdən 1-2 ay sonra Ərəfədə mənə şəxsən Dövlət Təhlükəsizlik Xidmətinin şəxsən işçisi olmuş şəxs, burada gizlətmirəm də, mənlə danışıb və mənim 2-ci Qarabağ müharibəsində göstərdiyim jurnalist fəaliyyətini təqdir edib və təşəkkür edib buna görə mənə. Düzdür, bu təşəkkürün yanında məni Bakıya gətirtmək, məni ələ almaq, yola gətirtmək missiyası daşıyırdı. Amma konkret olaraq bunu Dövlət Təhlükəsizlik Xidməti özü də çox gözəl bilir və onun əməkdaşı şəxsən mənə təşəkkür edibdir, şəxsən danışmışam və bu danışığa da
vasitəçilik eləyən, ilk dəfədir bunu açıqlayıram, keçmiş Dəmir Yolları İdarəsinin rəisi Cavid Qurbanov olub. Cavid Qurbanov həmən adamla mənim nömrəmi verib, əlaqə saxlamağı mənə demişəm, etiraz etmirəm və danışmışam da. Və o da təşəkkürünü də bildiribdir. Bununla belə sizin suallarınıza, sizin idarə etdiyiniz veriliş üçün də ilk dəfədir bu xəbərdə paylaşıram, deyirəm. Mən o hansı ki, Qarabağda mənə adətən deyirlər ki, Tural Sadıqlı Artsaq Respublikası deyib və güya mən o Artsaq Respublikasını, həmişə Artsaq sözünü deyərkən yanında Sarsaq sözü də işlətmişəm mən. O qondarma Respublikanın 2023-cü ilə kimi olduğunu, de facto olduğunu demişəm və demişəm ki, onlar niyə hələ də Şuşada bayraq asırlar? Xankəndini niyə də hələ paytaxt edirlər? Niyə onların Respublika binası var? Niyə onların parlamentləri var? Və bunu da deyərkən həmən videoda üz cizgilərimdən, danışığımdan hirsimin, əsəbimin olduğu da hər kəsə bəllidir. Yəni deyirəm, bunlar bunu hələ də əllərində saxlayırlar. Niyə imkan verirsiniz? Niyə Xankəndinə girmədiniz? Niyə müharibəni bir dəfəlik bitirmədiniz? Mənim çıxışım bundan ibarət olub və bunu elə qələmə veriblər Mir Şahinlər ya digər hökumətin troll televiziyaları, güya mən onları tərifləmişəm. Axı, ağ yalandır bunlar. Mən özüm Qarabağlıyam, Ağdamdanam. Sevincimin həddi hüdudu olmadı işğaldan torpaqlarımız azad olunanda. Mənim atam, anam burunlarının ucu göynüyür Ağdama köçmək üçün. Deyirlər, orada başımızı soxmağa bir ev olardı, köçərdik ora biz. Həsrətindədirlər. Bunlar hamısı ağdır, yalandır. Bunun istədim ki, belə deyəm. O ki, qaldı sualınızın sonuncu hissəsində ermənilərin oradan güya mən demişəm zorla qovublar. İfadədə yanlışlıq var. Mən demişəm onlar qaçmağa məcbur ediliblər. Onlar məcburan oradan qaçıblar. Bunu başqa bir videoda demişəm mən. Və bu da bu işi pisləmək niyyətini deməmişəm ki, onları niyə qovmusunuz, niyə məcbur qaçıblar onlar. Yox, əksinə mənim videoma baxsanız demişəm ki, bu Azərbaycanın xeyrinədir. Bu Azərbaycan-Ermənistan münasibətlərinin, münaqişəsinin bundan sonra davasız, şavasız bitməsi və normal münasibətlərin qurulması üçün ən yaxşı addım idi. Onlar hər nə yolla olur olsun, oradan məcbur ediliblər, köçürülüblər, yaxşı da olub. Gələcək üçün, hər iki xalqın gələcəyi üçün bu yaxşıdır. Amma bu reallığı dəyişmir axı. Mən demişəm ki, bu gerçək reallıq bundan ibarətdir. Amma belə olub, yaxşı olub demişəm mən bunu. Yəni, fikirlərim mənim təhrif edilməsin, olduğu kimi də cəmiyyətə çatdırılsın. Bunun tərəfdarıyam. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Davam edirik. İkinci sual burada deməli, izləyici Şirzad Babalar soruşur ki, sizinlə Məhəmməd Mirzəli arasında müəyyən maliyyə anlaşılmazlıqları olub falan. Yəqin siz oxumusunuz da, siz də bu sualları oxumusunuz. Bu barədə məncə bir neçə dəfə danışmışsınız, amma mümkünsə bir daha toxunaq. Dəyərli Eyüp bəy, bu çox kiçik bir məsələdir və 8 il, 9 il əvvəl olmuş qısa 1-2 günlük bir dəyişmənin yadda qalan və Azərbaycan hakimiyyətinə sərf edən bir tərəfidir. Bizim həm mənim, həm Mirzəlinin jurnalistika fəaliyyətində, blogerlik fəaliyyətində təzə-təzə addımladığımız vaxtlar idi YouTube-da. Və sözün açığı, bəlkə deyərdik ki, uşaqlıq eləmişik. Həm mən, həm o. Və burada nə böyük bir cinayət törədilib, anlaşılmazlıq olub və hal-hazırda isə və uzun illərdir də aramızda yaxşı münasibət var və birgə fəaliyyət də göstəririk, görüşürük də, bir məclisdə də otururuq, bir-birimizə də dəstək də oluruq. Yəni, bunlar sadəcə hakimiyyətin köhnə, kiçik şeyləri çıxardıb ortaya
bizi ləkələmək üçün istifadə etdiyi bir şeydən başqa bir şey deyil. Yəni deməli bu Fransanın Ren şəhərində bloger haqqında danışdığımız Məhəmməd Mirzəli ilə bağlı məhkəmə prosesi yekunlaşdı. Siz də nəticələr barədə yazmışdınız, mən də yazmışdım. Yəni bizim izləyicilər də mən düşünürəm ki, siyasətlə maraqlanan insanlar bilirlər nəticələri. O da bəllidir ki, Vidadi bloger Vidadi İskəndərlinin qətli ilə bağlı da növbəti məhkəmə olacaq Fransada. Mən sadəcə başqa bir şey soruşmaq istərdim. Sizin təhlükəsizliyinizlə bağlı vəziyyət necədir? Məsələn, Məhəmməd Mirzəli ilə bağlı Fransa polisi və hüquq mühafizə orqanları konkret işlər görürlər və o ciddi mühafizə deməli ayrılıb onun üçün. Almaniyada vəziyyət necədir? Sizinlə bağlı, siz də bir neçə dəfə təhlükəsizliyinizlə bağlı narazıçılığınızı dilə gətirmisiniz. Sizdə vəziyyət nətərdir? Yəni sizin mühafizəniz, müdafiəniz, qorunmanız istiqamətində konkret bir iş görülübmü? Deməli, 2018-ci ildən bu yana kimi mən təhlükə altında yaşayan bir jurnalistəm və həm 2018-ci ildə və son bir neçə ildə də mənimlə bağlı, mənim əleyhimdə sui-qəsd cəhdləri və planlarının olması Almaniya hüquq mühafizə orqanlarında var və bu məsələ qaldırılıb və cinayət işləri açılıb və son bir neçə ildə konkret bu il və keçən il 2 cinayət işi açılıb. Mənə qarşı təhdid və öldürmə planı ilə bağlı və bu təkcə mənim dediklərimdən ibarət deyil. Bu Almaniyanın hüquq mühafizə orqanlarında var olan bir şeydir. Konkret cinayət işləri var dediyim kimi. Və təhlükəsizliyimlə bağlı müəyyən tədbirlər görülür. Detallarına isə varmaq istəmirəm. Çünki sırf təhlükəsizliyim baxımından və həmçinindəki yəni istintaq getdiyi üçün tam detallarına varmaq istəmirəm. Üzr hesab edim, bunu tam cavablandırmayayım. Buyurun. Deməli, növbəti sualımız biraz provokativ xarakterlidir. Amma düşünürəm ki, siz bu suala da rahat cavab verə bilərsiniz. Çünki bu barədə siz də çox danışırsınız. Azərbaycanda belə bir fikir geniş yayılıb ki, formal olaraq ölkəni İlham Əliyev idarə edir. Amma real təsir və qərar mexanizmləri Mehriban Əliyevin ətrafında cəmləşib. Hətta iddia olunur ki, əsas kadr təyinatları onun razılığı olmadan baş vermir. Və Paşa Holding çərçivəsində olan şəxslər sistemli şəkildə önə çəkilir. Sizcə bu sadəcə mifdir, yoxsa Azərbaycanda real hakimiyyət bölgüsü məhz bu şəkildədir? Yəni Azərbaycanda son sözü sizcə kim deyir? Azərbaycanda son sözü Azərbaycanın prezidenti İlham Əliyev deyir. Öz fikirlərimi mən bildirim. Əslində mən düşünürdüm ki, təkcə suallar mənə və əleyhimdə yönələn suallar olacaq, amma madam ki, Azərbaycan siyasəti və mövcud durumu ilə bağlı danışırıq, bəli, İlham Əliyev son sözü deyir. Lakin onun son sözü deməsinə təsir edən şəxslər var, şərait var və bu şəxslər əlbəttə ki, hal-hazırda İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın konkret rəhbəri olduğu, əsas fiquru hesab edilən Mehriban Əliyevanın adamlarıdır. Bu cəmiyyət arasında Paşayevlər klanı kimi gedir və Azərbaycan hakimiyyətində təmsil olunanlar xeyli ildir ki, Mehriban Əliyevanın razılığını almağa çalışırlar, onun könlünü xoş etməyə çalışırlar, onun qılıncının altından keçirlər, hansılar ki, keçmişdə Mehriban Əliyevanı və onun adamlarını əhəmiyyətli hesab etmirdilər. Naxçıvan klanı buna deyirik və yaxud da ki, Heydər Əliyevdən qalma hakimiyyət fiqurları hal-hazırda Mehriban Əliyevaya boyun əymək məcburiyyətindədirlər və Azərbaycanda
çox vəzifələrə Mehriban Əliyevanın, Paşayevlərin, Paşa Holdingin hətta menecerləri gətirilir vəzifələrə, nazir müavinləri vəzifələrinə, komitə sədrləri vəzifələrinə. Amma Heydər Əliyevdən qalma və içlərində Mehriban Əliyeva onun komandasına nifrət edən vəzifələr də var. Sadəcə onlar bunu üzdə göstərmirlər və məsələn onların ən böyüyü əsas fiquru və ya fiqurlarından biri Bəylər Əyyubov idi. O Mehriban Əliyevanın avtomobilinin qapısını heç vaxt açdığını biz görməmişdik. Vəzifədən vurulandan sonra sanki sındırılıb və məqsədli şəkildə Bəylər Əyyubova tapşırılmışdı ki, Mehriban Əliyevanın qapısını get sən aç. Yəni, məsəl üçün, keçənlərdə İlham Əliyev, Mehriban Əliyeva Qarabağın hansısa bir rayonuna səfəri zamanı bir idarənin açılışında İlham Əliyevin qapısını başqa biri açdı. Bəylər Əyyubov isə qaçıb Mehriban Əliyevanın qapısını açdı. Bu kiçik görsənsə də belə bu sadəcə bir mesajdır. Bu bir mesaj idi və yaxud da sındırılma idi. Çünki mən çox açıq bilirəm. İndi biraz öncə dediyim kimi, indi başqa bir faktı da özüm üçün fakt olan, cəmiyyət üçün bəlkə də deyə bilərlər ki, bunu Tural Sadıqlı deyir. Mən konkret bilirəm ki, Bəylər Əyyubovun Mehriban Əliyevadan zəhləsi gedir. Çox ciddi zəhləsi gedir. Adamları da bir-birlərini istən-istən yeyirlər, arxalarında danışırlar, qeybət də eləyirlər. Şəxsən onun adamlarının birinin səsini mən eşitmişəm. Daha sadəcə arada başqa vasitəçilər adamlar olduğu üçün mən bunu burada açıq ağartmıram. Şəxsən Bəylər Əyyubovun yaxın adamlarından birinin Mehriban Əliyevanın əleyhində danışdığının səsini mən eşitmişəm. Səs məndə yoxdur, amma səsini eşitmişəm mən. Telefon danışığımız zamanı mən səsini eşitmişəm. Yəni, Mehriban Əliyeva hal-hazırda Azərbaycanın idarə edənlərdəndir, İlham Əliyevə söz keçirənlərdəndir. Təbii ki, İlham Əliyevin yanında bir neçə məsləhətçisi var, onlar da Əliyevə məsləhət verirlər. Xüsusilə mühacirlər barədə pis, mənfi məsləhət verənlərdən biri prezidentin köməkçisi Hikmət Hacıyevdir, hansı ki, Əliyevə söz deyə bilən şəxslərdən biridir. Bizim barəmizdə çox mənfi və həmçinin də, belə deyək də, öldürmə əmrini verməyə səbəb olan sözlər deyir İlham Əliyevə ki, bunlar ermənidən betərdirlər, bunlar bizi devirəcəklər, bunlar yola gələn deyirlər, bunları nə yolla olur olsun, sıradan çıxartmaq lazımdır. Məhz bu məsləhəti Hikmət Hacıyev verir. Nəyə görə Hikmət Hacıyev həm də? Çünki Hikmət Hacıyev Azərbaycanda media sektoruna nəzarət edən boz kardinaldır. Əliyev və kimlərin yaxşı jurnalist, kimlərin pis jurnalist, kimlərə yaxşı münasibət göstərmək lazımdır, kimlərə isə pis münasibət göstərmək lazımdır, məsləhətini İlham Əliyevə məhz Hikmət Hacıyev verir. Eləyirəm. Burada deməli Fransada məhkəmə prosesi başa çatdı. Yenə deyirəm, o məhkəmənin nəticəsi barədə ictimaiyyət məlumatlıdır, bilirlər. Yəni Azərbaycan tarixində ilk dəfədir ki, belə bir şey olur ki, Avropanın, xüsusilə Fransanın bir məhkəməsi Azərbaycanlı blogerin ölümlə təhdid edilməsi və ölüm təhlükəsi ilə üzləşməsi ilə bağlı bir məhkəmə prosesi gedir və orada Azərbaycan hökuməti ittiham olunur. Konkret insanların da adı çəkilir, siz də o barədə yazmışdınız. Və indi burada sual budur ki, bu, yəni Azərbaycan bundan sonra nə edəcək? Bizim hökumət bundan sonra nə edəcək? Yəni, bir məhkəmə oldu, Vidadi İskəndərlinin də məhkəməsi olacaq. Yaxşı, indi bundan sonra
Azərbaycan hökuməti yəni diasporla bağlı problemi hansı müstəvidə həll eləyəcək? Yəni anlaşmağa cəhd eləyəcəkmi, yoxsa bu qarşıdurmanın dərinləşməsinə çalışacaq? Sizcə bu anlaşmanın əldə olunmasına kimlər mane olur və ya kimlər yəni bu anlaşmanın əldə olunmasına vasitəçi ola bilər və s. Yəni bu istiqamətdə sizin düşüncələrinizi bilməyə maraqlı olardı. Buyurun. Münasibətlərin Azərbaycan hakimiyyəti ilə mühacirlər arasında yaxşılaşmasının sadəcə şəxsən öz adımdan deyirəm, bir yolu var, bir çıxış yolu var. O da Azərbaycan hakimiyyətinin xalqa, elə mühacirlərə, elə mühacir sözünü işlədirəm, ənsarlar deyə. Madam ki, bu söz mühacir sözü Məhəmməd Peyğəmbərin dövründən qalıb Məkkədə və Mədinədə yaşayanlara aid edilir. Ənsarlar deyə Azərbaycanda yaşayanlara da. Nə qədər doğru müqayisədir bilmirəm. Amma həm mühacirlərə, həm Azərbaycanda yaşayanlara, müxalifətə, xalqa, jurnalistikaya, azad sözə münasibətini Azərbaycan hakimiyyəti dəyişərsə, bizim deməyə sözümüz olmayacaq. Bizim danışmağa sözümüz olmayacaq. O ki, qaldı artıq olub və onlar bizə Azərbaycanda ağır cəzalar kəsiblər öz məhkəmələrində. Haşidən kənara çıxın, deyim ki, mənim heç vecimə deyil. Amma bu addımı Azərbaycan hakimiyyəti atmalıdır. Zorbalıqdan kənarlaşmalıdır və anlamalıdır ki, mühacirlər Azərbaycanın vətəndaşlarıdır. Onlar Azərbaycanda demokratiyanın, azad sözün, insanların normal rifah içərisində yaşaması üçün danışıblar. Konkret öz adımdan deyirəm mən. Mənim fəaliyyətim buna görə oldu. Və mövqeyini dəyişməlidir. Asıb kəsməkdən uzaqlaşmalıdır. Özünü düzəltməlidir. Bizə qarşı açılan cinayət işlərini bağlamalıdır və təhdidləri dayandırmalıdır. Avropadan bizi istəmələrini dayandırmalıdır. Normal dillə danışmalıdır. Normal dillə danışmalıdır həm bizlə, həm Azərbaycandakılarla. O zaman hər şey düzələr. Amma zorbalıqla, asıb kəsmək, döymək, gəlib bıçaqlatmaq, evində bıçaqlatdırmaq, güllələtdirmək, nə bilim, kimisə zəhərlətdirmək. Mən indi baxıram hakimiyyətin trolları, yəni çıxışçıları deyirlər ki, bir də gördünüz ki, Tural Sadıqlının hardasa maşın vurdu. Və bunu açıq dili ilə deyirlər. Dünənləri bunu biri çıxış edib. Mən Hikmət Hacıyevin trolu adlandırıram onu. Güya hərbi ekspertdir. Deyir, bir də gördünüz ki, bax, Tural Sadıqlının hardasa maşın vurdu. Yoldan keçəndə falan da onda görəcək o, ağlı başına gələcək. Bu öz başına çıxışı deyil bu bunun. Yəni bunu yığışdırmaq lazımdır. Və Azərbaycan hakimiyyəti elə bilir ki, konkret Almaniyanın qaz təminatının 3%-ını təmin eləyə bilirsə, elə Almaniya bütün dövlətçilik ənənələrini, məhkəmə müstəqilliyini atacaq, Azərbaycana Tural Sadıqlını verəcək. Belə deyil, bu beyinlə düşünməli deyirlər. Axı Almaniya Türkiyə deyil, Almaniya Rusiya deyil, Almaniya Gürcüstan deyil, ya başqa ölkə deyil. Bu Almaniya 3%-lıq, 1-2%-lıq qaza görə öz dövlətinin ənənəsini atan deyil axı. Bu mümkün olan bir şey deyil axı ki, Tural Sadıqlını biz istəyirik Almaniyadan, Almaniya niyə vermir bizi onu? Bu belə deyil ki, bir Fransa. Bunlar anlamalıdırlar ki, bunların milyardlıq yox, illik, trilyonluq dövrələri olur və səhərsi gün səndən almaz, biraz özünü çıxar, alar, nə bilim, Qatardan alar, başqa yerdən alar. Yenidən hətta Rusiyadan almağa razı olar, amma Almaniya öz dövlətçiliyini ayaq altına atmaz, məhkəmə müstəqilliyinə tüpürməz. Yəni, Azərbaycan hakimiyyətini özünü düzəltməlidir və zorbalıqdan əl çəkməlidir. Normal dillə öz vətəndaşı ilə danışmalıdır və mən də etiraz etmirəm, həmişə demişəm, Azərbaycan hakimiyyəti özünü düzəltsin, bir addım atsın, mən 2 addım ataram. Yəni siz hesab edirsiniz ki, anlaşmaq mümkündür. Sadəcə bu qarşılıqlı olmalıdır. Yəni qarşılıqlı güzəştlərə söykənərək, belə deyək də, sivil qaydalara söykənərək müəyyən konsensusa gəlmək olar. Mən də izah etdim.
Anlaşmaq sözü biraz bəlkə də səhv anlaşıla bilər. Amma mən fikirlərimi izah etdim ki, Azərbaycan hakimiyyəti özünü yaxşı aparıb, düzgün addımlar atarsa, o addımların 2 qatını mən ataram və mən əminəm, çünki çox mühacir yoldaşlarla söhbətlərimiz olub. Onlar yəni radikallığın tərəfdarı deyillər. Onlar yəni barışmağın tərəfdarıdırlar, dalaşmağın yox. Amma barışmaq üçün də gərək şərait ola, gərək addımlar atıla. Teşekkür ederim. Bu bugünlerde bu Neftçi futbol komandasının prezidenti olmuş Sadık Sadıkov dünyasını değişti. Allah rahmet eylesin. Belə bir fikir yayıldı ki, bloger Ruslan Cəllovun paylaşdığı, onun səs yazılarını paylaşıbdı və bundan sonra o psixoloji sarsıntı keçiribdi və sonda özünü intihar edib də. Hər halda bu versiyalardan biridir. Sizin də əlinizdə kifayət qədər yəni kompromat xarakterli video, audio materiallar var. Mən bunu qətiyyən şübhə eləmirəm. Siz necə fikirləşirsiniz? Bu belə bir ehtimal varmı ki, sizdən baxsa kiminsə video yazısını və ya audio yazısını sosial şəbəkələr üzərindən ictimaiyyətə təqdim edə bilərsiniz? Yoxsa sizin kurallarınız başqa dəyərlərə söykənir? Necə fikirləşirsiniz? Mən konkret sualınızın əvvəlində adı çəkilən şəxslər və detalları barədə bilgili deyiləm. O haqda bir söz deyə bilməyəcəm. Amma özümlə bağlı mənə aid edilən sualın hissəsində mənim əlimdə, ehtiyatımda bəzi materiallar var və bəzi informasiyalar da var. Onlar hansılar ki, indiyənə kimi işığı görməyib, yayımlanmayıb. Ona görə yox ki, mən onları nəyəsə görə saxlayıram və ehtiyatda saxlayıram, ya nəyəsə görə. Bəzi materiallar var ki, onların dəqiqləşdirilməsinə mənim üçün, safçürük edilməsinə ehtiyac var və bu baxımdan onları məsəl üçün yayımlamamışam. Məsəl üçün, çox uzağa getməyim, keçənlərdə mənə bir şəkil göndərilmişdi. Şəkil sensasiyaya səbəb olacaq bir şəkil idi. Onu yayımlayacağım təqdirdə bir məmur haqqındadır. Çox yüksək vəzifəli bir məmurdur. Və o şəkili yayımlayacağım təqdirdə ciddi rezonans yaranacaqdır. Sadəcə mən şəkili biraz araşdırdım, xeyli bir müddətdə keçdi. Şəkilin saxta olduğunu anladım, qənaətinə gəldim. Hansı ki, ilk baxışdan o şəkildə heç bir saxtalıq görsənmir, nə süni intellekt görüntüsü, yazırsan süni intellekt aparatında bunu, ya proqramında yoxladırsan, bir neçəsində deyir ki, yox, bu süni zəka deyil, bu həqiqi çəkilmiş şəkildir. Lakin mən yenə də məsələnin ciddiliyini və öz məsuliyyətimi dərk etdiyim üçün ciddi araşdırmağa başladım həmən şəkili, detallarını və s. və o qənaətə gəldim ki, bu şəkil düzəltmə bir şəkildir. Və mən əminəm ki, o şəkili elə bu şəkildə də paylaşsaydım, cəmiyyət də ona inanacaqdı, elə həmən məmur özü də titrəməyə düşə bilərdi və təksib verəcəkdi və s. Əminəm ki, buna, çünki çox ciddi idi. Onun tək müxtəlif bir yerdə bir çəkilmiş bir şəkil idi. Məsələn, bu kimi materiallar var ki, onları dəqiqləşdirməyə ehtiyacım olduğu üçün saxlamışam, ya saxlayıram və o şəkildə məsəl üçün yaymadım, heç bu haqda da bir şey danışmadım. Çünki öz məsuliyyətimi mən dərk edirəm. Baxmayaraq ki, çoxlu diqqət cəlb eləyə bilərdim, amma onu etmədim, çünki öz peşəmə, jurnalistikaya hörmət edirəm mən. Bu versiyada yani o kadar dəqiq değil ki, Ruslan Cəllov paylaştığına göre bu sadəcə bir ihtimaldır. Amma mən sizin də məsələyə münasibətinizi öyrənmək istədim. Deməli, bu sizin Sevinç Telman qızı və Rauf Arıfoğlu arasında bir müddət əvvəl
ölkədə geniş rezonans doğuran ciddi qalmaqal yaşandı. Yeni Müsavat'la sizin aranızda kompromat savaşı yani oldu. Biz bunun detallarına da şahidiyiz ve çok ciddi ve uzun müddetli müzakereler oldu. Ve bu düel yani ben açığını diyeyim de yani ictimai tarafından da o kadar da yani bəhbəhlə qarşılanmadı. Yani təəssüf hissi doğurdu bu. İndi bu prosesin üstündən xeyli müddət keçibdi. Yani bu emosiyalar səngiyib filan. İndi necə fikirləşirsiniz? Geriyə boylananda yəni bir müəyyən peşmançılıq hissi varmı ki, yəni kaş bu olmayaydı, yəni ya olsaydı da bu həddə olmayaydı filan. Yəni belə bir şeylər varmı? Yəni bir geriyə baxanda nə fikirləşirsiniz o həmin insident Hı -hı. haqqında? Birincisi, həmən sayt, internet televiziyası mənim haqqımda şər böhtan materiallar yayımlamışdı əvvəldən. Təkcə mənim haqqımda olsaydı bəlkə üzərindən keçmək olardı. Mənim keçmiş həyat yoldaşım, mənim övladım, qızım şəkillərini paylaşıb və saxta səs yazıları və saxta WhatsApp yazışmaları, güya WhatsApp yazışmasında mən təkramlı sözlər işlədirəm. Yalandır, elə bir WhatsApp yoxdur. İstəsəniz, Elbəy bəy, siz növbəti sualınızı hazırdan oxuyan zaman mən bir WhatsApp yazışması düzəldə bilərəm. Orijinal hamıda elə deyər ki, bu olduğu kimi də deyərəm ki, Elbəy bəy necəsiz? Siz və yaxud elə bu efir vaxtı siz bir söz deyin, 2 cümlə deyin. Sizin dediyinizi, mənim dediyimi mən bircə dəqiqənin içində o WhatsApp yazışmasını hazırlayım. Yalan belə bir şey olmuyor. Təcrübədən də keçirə bilərik. Deyirsiniz, mən hazırlayaram və burada sizə göstərəcəm mən. Ki, bax, bir dəqiqə hazırladım, bax, bu da bu. Yəni, elə bir WhatsApp yazması ki, mən söyürəm, belə-belə təhdid edirəm. Yalan. Onları götürüb yaymışdılar. Daha sonra güya Almaniyanın səfirinə mənim keçmiş həyat yoldaşım deməli, yazı yazıb ki, ya şikayət yazıb ki, Turalı cəzalandırın, bizi öldürmə həddinə çatdırıb, uşağım ölmə həddindədir və s. Yəni, adama ailəsi ilə vurub, ailəsinin içi ilə, yenində uşağı ilə, qızı ilə. Bunu heç yaraşdırmadım o saytın da rəhbərliyinə. Bu, mənim bir şəxsimə qarşı yönəlmiş bir qərəz idi. İkincisi də o kanal, yəni bilirəm ki, hakimiyyətə yaxın bir kanaldır, maliyyəsini də hakimiyyətdən alır və s. Çoxları kimi və kompleks yarandı, üst-üstə düşdü və yəni kompleks yarandı deyirəm, yəni üst-üstə düşən məsələlər oldu, kompleks bir nəticədə mənim video çəkməyimə səbəb oldu və mən də haqqında danışdım. Əslində, ondan əvvəl qıcıqlandırıcı mənim bir məsələyə mövqeyim, mən keçən il dekabr ayında bir çıxış elədim ki, Azad Söz kanalının maddi yardıma ehtiyacı var. Olmursa biz kanalımızı bundan sonra fəaliyyətdə davam etdirə bilməyəcəyik. Bundan sonra bütün saytlar yazdı və bunlar da yazdı ki, Ramiz Mehdiyev mi pullarını kəsib, nə başladılar sanki yıxılana bir təpik vurmağa. Mən də yıxılmadım, Allaha şükür yıxılmıram da və biraz ola bilər ki, sərt cavab verdim. Mənim bir sərt cavabım olar, başladı başqa cür cavab verməyə, mən də cavab verdim və beləcə oldu. Peşmançılıq mı? Peşmançılıq yaşamıram, peşman deyiləm əlbəttə ki, lakin istəməzdim, əlbəttə ki, istəməzdim ki, belə bir şey olsun və istəməzdim ki, onlar bu mövqeydə olsunlar, hakimiyyətin yanında olsunlar, polis zorakılığına haqq qazandırsınlar. Mən istəmirəm onlar olsun. Onu istəməzdim, bəli. Teşekkür edirəm. Deməli, biz növbəti suala keçəcəyik. Burada Elşad Məmmədovla bağlı burada bir məqam vardı. İstəyirdim ona da bir imkan varsa toxuna. Yəni, ondan mən yazılı bir müsahibə götürdüm. Onun dediyi budur ki, bu Naci İbrahim bunun 2 mənzilini əlinə alıbdır və bu məhz buna görə iqtidara qarşı, yəni İlham Əliyevin özünə qarşı, xanımına, uşaqlarına qarşı xüsusi belə deyək də kəskinliklə söyüşlər ünvanlayır və s.
İndi sual belədir ki, biz, yəni siz özünüz necə, kənardan baxanda siz necə fikirləşirsiniz? Yəni bu, doğrudurmu yəni ki, tutaq ki, birisi Hacı İbrahim səni aldadıb da, indi bu bu prezidenti niyə və ya ailəsini niyə belə kəskin ifadələr, deməli, söyürsən və s. Ama sizin mövqeyiniz biraz farklıdır. Yani siz belə deyək də, siz söyüş ritorikasından o kadar da istifadə eləmirsiniz. Sizdə daha çox belə deyək də, siyasi təhlil, mövqe və s. var. Ama mən bunu da bilmək istərdim ki, sizin yəni bloger kimi belə fəaliyyətinizin arxasında nə dayanır? Yani sizi de bu iktidar konkret olarak incidibdi, size karşı müəyyən qeyri-qanuni addımlar atılıbdı. Ona mı görə siz yəni bloger kimi yəni kifayət qədər kəskin, amma mümkün qədər belə deyək də kurallar daxilində çıxışlar edirsiniz, yoxsa sadəcə elə demokratiya naminə, Azərbaycanın inkişafı naminə belə edirsiniz? Yəni yoksa bunun her ikisi de var orada. Hı -hı. Birinci başlayaq elə sualınızın əvvəlində Eşat Məmmədovla bağlı. Əslində mən təklif edərdim ki, bu sualı onun özünə verəsiniz. Mənim buna cavab verməyim bəlkə də doğru olmaz, amma madam ki soruşdunuz, mən deyim. Ki dediniz ki, bəs bunu Hacı İbrahim evini əlindən alıb, bu niyə İlham Əliyevdən onun yaxasından yapışır, ona qarşı danışır, ya söyür. Mən əvvəllər görməmişəm ki, Eşat Məmmədov İlham Əliyevi ya söyüb, ya ona qarşı olub. Sadəcə şikayətini ona bildirib. Yəni, məhkəməyə gedir, prokurorluğa gedir ki, mənim evimi əlimdən alıblar. Bu da haqqı, hüququ, sübutu sənədi və onlar da başlarından eləyib, çünki Hacı İbrahim onların yaxınlarıdır, hakim ailəyə yaxın olubdur və ən nəticədə gedib prezident aparatına öz haqqını, evini istəməyə, da prezidentin özünə də eşitdirir, deyir ki, ölkənin rəhbəri sənsən və sonra gəlir xaricdə yaşayır, yenə dərdini bəs kimə deməlidir? Məhkəmə işləməyəndə, hüquq işləməyəndə, biləndə ki, ölkənin siyasi və hər şeyinin, sisteminin başında bir prezident dayanır, hər şey onun iki dodağının arasından keçən, deyilən, çıxan sözdən, qərardan asılıdır. Bu da sivil yolla ilk dəfə deyir, alınmır, daxildə deyir, bəlkə söyüşdən başa düşər. Bəlkə prezident siqnal verin deyəndə söyün demək istəyir. Mən belə anlayıram. O ki, qaldı mənim özümə, mənim özümü də Azərbaycanda incidiblər. Mən sırf siyasi fəaliyyətimə görə sadəcə 2013-cü ildə mitinqlərə getdiyim üçün, prezident seçkilərində aktivlik etdiyim üçün məni işlədiyim Elmlər Akademiyasından, elmi işçi vəzifəsindən, Şərqşünaslıq İnstitutundan çıxardıblar, işimi əlimdən alıblar, ümidlərimi əlimdən alıblar, gələcək arzularımı, elm sahəsində olan arzularımı əlimdən alıblar. Mənim valideynlərimlə bəzən danışarkən, keçmiş vaxtlarımı, Azərbaycandakı dövrlərimi xatırlayarkən çox ürək ağrısı ilə xatırlayıram. Mənim gənclik illərimə düşüb, tələbəlikdən sonra mənim yaxınlarım bilirdilər ki, mən elmə, şərqşünaslığa necə bağlı adam olmuşam və yəni gecə, gündüz həyatım, amalım, gələcək düşüncəm, planım mənim şərqşünaslıq sahəsində verəcəyim töhfələr olubdur. Kitablar tərcümə eləmişəm ərəb dilindən. Azərbaycanda ilk dəfə lüğət tələbə səviyyəsində, yəni magistr təhsilini aldığım vaxtda etmişəm bu tərcüməni və o vaxtı hətta hazırki Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Habibbəyli Azərbaycanda mənim kitabıma ön söz yazıb, səhifə yarım məni tərifləməklə məşğul olub.
bu adam. Bunu göstərmişəm efirdə bir dəfə də, özləri də bilir. Bəli. Sadəcə mən o vaxtı mitinqlərə gedib, prezident seçkilərini aktiv elədiyim üçün mənim gələcəyimi, ümidimi sındırdılar, işdən çıxartdılar. Qarabağ qazisinin özünü yandırıb etiraz etməsinə mən etiraz etdiyim üçün məni həbsə atdılar. Yəni, bu bir gənc üçün, o vaxt mənim 25-26 yaşım var idi. Bu məni əzmələri əlbəttə ki, mənim siyasi fəaliyyətimə artıq biraz da qəzəb qatdı. Biraz da öz şəxsi problemlərdən dolayı fəaliyyətimi genişləndirmək və qarşı çıxmaq bir effekti yaratdı. Sizin sualınızda sonda səsləndirdiyiniz cümləni təsdiqləyirəm. Bəli, hər ikisi var. Həm artıq gördüyüm azadlıq, demokratiya üçün, həmçinin də mənə qarşı edilmiş bu haqsızlıqlara bir cavab fəaliyyətim bütün hər ikisindən ibarətdir. Təşəkkür edirəm bəy. Bu növbəti sualımız xüsusilə ağırlıdır. Bu təhqirlə, insan alçaltmaqla bağlı. Bunu oxuyuram, növbəti sualımız belədir. Sizin son çıxışlarınızın birində Alyona Əliyeva ilə bağlı çox sərt və mübahisəli müqayisə səsləndi. Siz öz ikinizi onunla müqayisə edərək dil öyrənmək baxımından daha ağıllı olduğunu dediniz. Yəni, ikiniz ondan daha ağıllıdır. Bu ifadə sosial şəbəkədə də geniş müzakirə olundu. İndi sual belədir. Bu cür şəxsi və sərt müqayisələrin ictimai müzakirəyə nə verdiyini düşünürsünüz? Sizi bu ifadəyə görə tənqid edənlər oldu mu və bu tənqidlərə münasibətiniz necədir? Birinci başlayayım, nə faydası oldu, nə nəticəsi oldu. Çox gözəl nəticəsi oldu. Mən itimin Azərbaycan dilində başa düşdüyünü, bir neçə sözü başa düşdüyünü müqayisə elədim, doğru deyirsiniz, Alyona Əliyeva ilə. Amma nəticəsi oldu. Mən gördüm ki, keçənlərdə Alyona Əliyeva ilk dəfə Azərbaycan dilində hansısa bir məktəbdə çıxış edib, danışır Azərbaycanda. Düzdür, yarı Azərbaycanca, yarı nəsə başqa bir dildir, tam başa düşülmürdü. Amma cəhd elədilər. Cəhd elədilər ki, cəmiyyətə göstərsinlər ki, bəs Alyona Əliyeva Azərbaycan dilində danışmağa cəhd göstərir, öyrənir. Yəni, mən bunu əslində uğur hesab edirəm. Və həm də onlar anlayırlar ki, cəmiyyət bizim sözümüzü eşidir. Çünki bu tənqidlər olmasaydı, bunlar haqqda danışmasaydıq, onlar öz bildiklərini eləyəcəkdilər. Niyə əvvəldən danışmırdı? 4 ildir, 5 ildir Azərbaycanda yaşayır, amma Azərbaycanda heç yerdə çıxış etməmişdi. Amma indi çıxış etdi. Demirəm sırf mənim itimə görə, amma bununla bağlı bir tənqidi çıxışlarımız bizim oldu. Niyə? Pisdir bu? Yox, xeyir oldu. İkincisi də ki, bu onun şəxsiyyətini alçatmaq deyil idi. Mən sadəcə müqayisə etdim və itimi əyani şəkildə göstərdim. Bir-iki söz dedim ki, dombalaq aş, itim dombalaq aşır və yaxud da ki, dairə çıx, dairə fırlanır, oturur, uzanır. Bir-iki cümlənin başa düşdü. Və bundan sonra mən bir ay sonra gördüm ki, bəli, Alyona Əliyeva çıxıb özünü göstərir ki, o Azərbaycanla danışır və yaxud ən azından buna cəhd göstərir və biz çalışırıq, belə müqayisələrlə də olsa, onları, bizi idarə edənlərin Azərbaycan xalqına hörmət etməsini, onlarla hesablaşmasını təmin edə bilirik. Mən Alyona Əliyevanın şəxsiyyətini alçatmamışam. Alyona Əliyevanın və yaxud da prezidentin ailəsinin namusuna mən deməmişəm ki, sən yenə də belə qurşaqdan aşağı söhbətləri etməmişəm. Özünə də deməmişəm ki, sən keçmişin sənin belə olub, beləsən sən. Bunları da mən istifadə etməmişəm, etmirəm. Sadəcə mənə xoş olmayan Azərbaycanın büdcəsinin pulunu Azərbaycan prezident ailəsi özünə, ailəsinə xərcləyir və dövlət vəzifəsi daşımayan, heç bir seçkili orqanın üzvü olmayan, xalq tərəfindən seçilməyən və yaxud da vəzifəli də olmayan bir şəxsə nazirlər qarşısında baş əyilir. Azərbaycanın dövlətçiliyinə utanc hesab edirəm mən bunu. Azərbaycanın dövlətçilik ərkanına ayıb hesab edirəm mən bunu. Mən şəxsən baxmayaraq Azərbaycan hakimiyyətində oturanlar mənim rəqiblərimdir.
şəxsən mən yenə də dövlətçiliyimin adına utanc hesab edirəm ki, bir vəzifə daşımayan qızın qabağında nazirlər, məmurlar düzülən pozasında dayanırlar. Tural Bey, siz dediniz ki bu iktidarda olanlar mənim rəqiblərimdir. Yəni sizin bu və digər siyasi iddialarınız var mı? Məsələn, bu suallarda yoxdur, siz sadəcə danışarkən mənim ağlıma gəldi. Hər hansı siyasi iddianız varmı və bu varsa konkret nədir, yəni hansı məqsəd daşıyır? Buyurun. Əvvəllər mənim heç bir siyasi iddiam olmayıb. Yəni Azərbaycan hakimiyyətində hansısa vəzifə tutmaq, seçkili orqanda iştirak etmək, istər prezident seçkilərində namizəd olmaq, istərsə də Milli Məclis seçkilərində. Lakin mən bunu həmişə vacib hesab etmişəm ki, Azərbaycanda Azərbaycan hakimiyyətinə rəqiblər olmalıdır, seçkilərində iştirak etməlidir. Onları elə öz meydançasında divara dirəmək lazımdır. Təəssüf ki, Azərbaycan siyasətində siyasətçilərin daha çox tənqidi çıxışlar etməsini görmüşəm və xüsusən də son zamanlarda Azərbaycan siyasi arenasında müxalifətdə belə şəxslərin olmadığını görüb bəzi iddialarla çıxış etmişəm. Bu iddialar, məsələn, 2024-cü ildə olub prezident seçkilərində namizədlik iddiasında olmuşam və konkret Mərkəzi Seçki Komissiyasına əlimdə olan imkanlar və şərait daxilində müraciət etmişəm. Mənim namizədliyimi qeydə almayıblar. Müəyyən bəhanələr gətiriblər və konkret deyiblər ki, istəyirsə gəlsin bura, burada namizədliyini özü versin. Və bəli, bu səbəbdən siyasi arenada alternativlər görmədiyim üçün bu iddiayla çıxış etmişəm. Alternativ olduğum iddiasından çıxış etmişəm. Yoxsa mənim Azərbaycanda hakimiyyətdə, vəzifədə olmaq niyyətim olmayıb. Lap hakimiyyəti dəyişdikdən sonra belə. İndi belə olarsa, yəni kimlərsə siyasi arenada, meydanda iddialı çıxışlar edərsə, ona sadəcə dəstək verərəm. İndiyənə kimi də olub, dəstək də vermişəm. Çox təəssüf edirəm ki, Azərbaycanda indi Əliyevlərə alternativ bir siyasi fiqurlar yoxdur, meydanda deyirlər. Ya həbsxanadadırlar, üzr istəyirəm, ya həbsxanadadırlar, ya artıq bunu ciddi qəbul etmirlər və yaxud da uğurlu olacağına inanmırlar xaricdə bəzi şəxslər və yaxud da Azərbaycanda kimlərsə də varsa, onlar başını qaldırıb desə ki, mən alternativəm, mən prezident seçkilərində çıxış edib, iştirak edib, əlbəttə seçki saxta keçsə də, amma orada mən sözümü deyəcəm, özümü bir fiqur kimi, siyasətçi kimi göstərəcəm. Bu adamlar çıxsa onların başına əzərlər. Çıxanları da ya öldürüblər, ya da ki, həbsə atıblar. Xaricdə çox təəssüf ki, bilmirəm, belə bir sualınız olacaq yoxsa yox, xaricdə çox təəssüf ki, belə bir qüvvə formalaşmır, çox istərdim və çox da cəhd göstərmişəm ki, formalaşsın. Tək bir nəfərdən, məndən və yaxud da başqa birindən ibarət olmasın siyasi iddia ilə çıxış edənlər. Burada deməli, siyasətdən danışmışkən biraz sualların sırasını dəyişin. Bu, sizin də təşəbbüsünüzlə Avropada bu xalq parlamenti deyilən bir qurum yarandı. Mən indi belə başa düşürəm ki, siz o qurumdan ya kənardasınız, ya sizi kənara atıblar. Bu ümumiyyətlə xalq parlamenti nə idi? Siz bunu necə görürdünüz və necə ortaya çıxdı? Yəni sizin düşüncənizdə olanla real ortada olan xalq parlamenti arasında hansı fərqlər var? Bu barədə nə deyə bilərsiniz? Həmən qurumun yaranması ilə bağlı təklifi mən etmişəm. İlk öncə də xalqa, cəmiyyətə belə bir qurum yaradılmalıdır çıxışı ilə müraciət də etmişəm. Bir aylar keçib. Sonra 2024-cü ildə Azərbaycanda Milli Məclis seçkiləri biabırçılıqla keçəndə artıq
qərara aldım ki, konkret bu sadəcə cəmiyyətə çıxışlar, tövsiyələr xarakteri daşımalı deyil, mövcud olan və jurnalistika və siyasətlə məşğul olan həm Azərbaycanda, həmçinin xaricdə yaşayan azərbaycanlılarla bir-bir danışmalıyam və açığı onların hər birinin də, yəni təşəbbüs qrupunun üzvləri ilə də hamısı ilə bir-bir özüm danışmışam və hamını bir yerə özüm yığmışam. Özləri də bunu bilirlər, hamı ilə mən danışmışam və sonra onlar bir-biri ilə danışıb və qərara gəlmişik ki, toplanaq, danışaq, qərarlaşdıraq. Mən onlara hansı ki, təşəbbüs qrupu 5-6 nəfərdən ibarət olarkən öz fikirlərimi, gələcək planlarımı, bunu necə görürəm, necə uğurlu ola bilər, demişəm, izah etmişəm. Razılaşıblar, qəbul etmişik və əsas məqsəd olub ki, cəmiyyətin lokomotiv üzvləri olsun və cəmiyyətə mesaj verən, yön göstərən, yönləndirən bir güc yaradaq. Az olsun, amma yaxşı olsun, güclü olsun, savadlı, intellektli, cəmiyyətin tanıdığı fiqurlardan, şəxslərdən ibarət olsun və strukturu aşağı və yuxarı palatalardan ibarət bir parlament qurulsun və əsas söz sahibi yuxarı parlament palatası olsun ki, cəmiyyət onları həmişə qəbul edib efirlərdə görərkən və həmçinin də sayılıb seçilən insanlar, xalq tərəfindən, cəmiyyət tərəfindən normal qarşılanan insanlar olsun. Yəni bu həm seçkili, həmçinindəki belə deyək, az səslə aşağı palatda təmsil oluna biləcək şəxslər olsun və parlament olsun. Özümüzə bir uyğun, Azərbaycan parlamentinə sırf alternativ bir parlament deyil bu ki, deyək, onlar saxtadırlar, amma Milli Məclisdir, bizdə qoyaq xalq parlamenti, eyni parlament, onlarda 125 nəfərdir, bizdə də yox 125 olmalıdır. Onlar filan qanunları qəbul edir, yox biz də qanun qəbul etməliyik. Onlar belə edir, biz də bunu etməliyik. Mənim ideyam başlanğıcda da belə olmayıb, niyyətim də belə olmayıb, amma sonradan gedişat onu göstərib, hər kəs ətrafına yaxınlarını yığa-yığa qruplaşma yaradıb və o zaman biz əvvəlki məqsədlərimizdən uzaqlaşmış olduq və qruplaşmanın qarşısında mən də tab gətirmədim və belə bir yerdə də iştirak etmək istəmədim. Uğursuz olacağını görüb və oradan da ayrıldım və ayrılarkən də dedim ki, bu uğursuz olacaq və üzərindən artıq bir il yarım vaxt keçibdi və çox uğursuzdur və bunu da təəssüflə qarşılayıram. Çünki cəmiyyətin onlara əksəriyyətinin bir müsbət rəyi yoxdur. Yəni, marginal bir digər qruplar kimi bir qrup oldu və elə də qaldı. Təəssüf edirəm buna görə də. Biz davam eləyək və bizim növbəti sualımız deməli Kəramət Böyükgölün sualıdır. Mən bu sualı olduğu kimi oxumaq istəyirəm. Kəramət bəy sual olaraq sizə yazır. Mən 2 il bundan qabaq Texniki Universitetin qarşısında zirzəmidə ayda 700 manata icarəyə bir yer götürmüşdüm. Orada özümə kitab mağazası açdım. Onda Tural Sadıqlı mənim haqqımda yazmışdı ki, hakimiyyət Kəramət Böyükgölə kitab mağazası hədiyyə etdi. Mən ona cavab vermədim. Çünki şərə, böhtana öyrəşmişəm, vərdiş etmişəm. Kim nə deyir, deyirəm ki, düz deyirsən. Çünki Azərbaycanda şərlə, böhtanla dalaşmaq mümkün deyil. Dalaşdan uduzacaqsan. Sadəcə elə adam olmaq lazımdır ki, sənə şər, böhtan yapışmasın. Mən o kitab mağazasını cəmi 6 ay işlətdim. Çünki icarəni verə bilmədim və daha heç vaxt Tural Sadıqlının belə özəl xəbərlərinə inanmadım. Fikirləşdim ki, buradan bura bir yazıçının elmlərdə nə işlə məşğul olduğunu bilməyən adam, bilərəkdən və ya bilməyərəkdən ona şər atan, yalandan hakimiyyət kitab mağazası verib deyən adam, mən nə bilim, hansısa məmur haqqında dedikləri də o cür yalan, şər və böhtan deyil.
niye özüne bu cür şeylerle itibarsızlık kazanır? Sonra biləndə ki, mən o kitab mağazasını bağladım, məndən üzr də istəmədi, səhv etdiyini də etiraf etmədi. Yəni, təxminən belə bir sualdır, yəni aydındır. Siz bu barədə nə deyə bilərsiniz? Mən çox istərdim ki, Kəramət Böyükçül özü bu sualı mənə ünvanlayardı və yaxud da mənim ona suallarım olub, o suallara o cavab verərdi. Amma şəxsən mən özünə yaraşdırmadım ki, yəni ona yaraşdırmadım ki, mənim qarşıma özü çıxmır və sadəcə sizin vasitənizdən mənə sual göndərir. Nəyə görə deyirəm qarşıma çıxmır? Keçənlərdə deməli, Alyona Əliyevanın müdafiəsinə həsr olunan və bu niyyətlə yazılan bir onun Facebookda yazısı oldu. O, Alyona Əliyevanı müdafiə etdi. Belə deyə bilərik, bəli, Alyona Əliyevanı müdafiə etdi. Mehman və Emin Hüseynovların əleyhində bir Facebookda yazı yazdı. Nəyə görə? Çünki Alyona Əliyeva haqqında Mehman Hüseynov paylaşımlar edirdi. Mən o zaman onun yazısının konkret bildim ki, bu sualı verəcəksiniz, buna uyğun sual verəcəksiniz. Çünki demişdiniz ki, Kəramət Böyükçölün sizə sualı var. Dedim, heç bir problem yoxdur. Siz sualın nə olduğunu mənə bugündən əvvəl demədiniz. Bugünlər dediniz ki, onun sualı var. Sizə budur sizə sualı. Amma əvvəl demişdiniz ki, sualı var. Və mən də təxmin etdim ki, sualı nə olacaq və özüm üçün bəzi qeydləri apardım, çıxartdım. Baxın, bu ekranda əgər etiraz etmirsinizsə, bunu göstərdim də göstərdim. Etiraz etmirsiniz, göstərim. Üzr istəyirəm. Etiraz etmirsiniz? Yox. Çünki cavab vermək məcburiyyətindəm ona görə. Baxın, ekranda dəyərli izləyicilər, 19 fevralda Mehman Hüseynov və Emin Hüseynov qardaşlarının yaydığı videolar və apardıqları işin nə azad mətbuatı dəxli var, nə də asılı mətbuatı. Heç 19-cu əsrin bulvar mətbuatında da belə nümunələr olmuyor. Buna indi az sonra toxunacağıq. Amma bu yazının altında mən şərh yazdım ki, sizə yaraşdırmıram və buna niyə ümumiyyətlə toxunursunuz siz, onun müdafiəsi sizə qalmayıb. Bu nə məqsədlə yazılırdı, bunu da hər kəs anladı. Bu yazınız sizin. Alyona Əliyevanı müdafiə etmə məqsədindən daşıyırdı, yazılırdı. Və dedim ki, sizə mənim suallarım var. Mümkündürsə, çıxaq efirdə bunları aydınlaşdıraq. Və mənə yazdı ki, mənim haqqımda siz 2 il əvvəl yazmışdınız ki, hakimiyyət mənə güya kitab mağazası hədiyyə eləyib. Mən varmadım onun bu yazısına cavab vermək istəmədim. Sadəcə dedim ki, çünki detallar mən yazı yazmağı xoşlamıram. Uzun yazılar yazmağı xoşlamıram. Dedim, çıxaq cəmiyyətin qarşısında, sən o sualı mənə ver. Mənim də sənin sualım var, suallarım var. Bundan qaçdı və imtina etdi. Çıxıb efirdə mənə sual verməkdən, sualımı eşitməkdən, cavab verməkdən qaçdı. Və onu cəsarətli hesab etmirəm buna görə. Və üstəlik də indi sizin vasitəsilə mənə sual göndərirsə, bunu isə lap eyib hesab edirəm. Elə çıxıb efirdə özü sual verə bilərdi. Və buradan bir daha deyirəm, əgər Kəramət bəyin cəsarəti varsa, sual verməyə cəsarəti varsa, cavab almağa da qarşı-qarşı debat şəklində danışmağa və mən də etiraz etmirəm. Siz də debatın verilişin aparıcısı ola bilərsiniz, alqışlayaram da, suallarına da cavab verə bilərəm orada, onun özünə də yaxşı mənim suallarım var. Bunu da qoyuram bir kənara. Onun sualına gəlincə isə, Elbəy bəy, sualına cavab verəcəm, əlbəttə. Birinci başlayaq onun sualının içərisindən. Sualında bildirir ki, bəs güya mən demişəm ki, hakimiyyət ona kitab mağazası hədiyyə edib. Yalandır və yaxud da təhrif edilmiş bir məlumatdır. Mən deməmişəm ki, hakimiyyət ona kitab mağazası hədiyyə edib. Nəyi nəzərdə tuturur? Etiraz etmirsinizsə,
mən onun haqqında yazdığım, onun nəzərə tutduğu yazını da ekranda bir daha göstərim. Etiraz etmirsiniz? Ya buyurun, buyurun. Hı. Demişdi ki, 2 il əvvəl. Bax, onun 2 il əvvəl dediyi və nəzərdə tutduğu onun haqqında yazı, üzr istəyirəm, bax, budur. Bəli, ekrandadır. Nə demişəm mən? Tənqidçi yazıçı Kəramət Böyükçölü bir kitab mağazası ilə susturdular. Təəssüf. Və şərh bölməsində gördüm çox yazırlar. Və mən şərh bölməsində bir izah da yazdım ki, dostlar, mən qınamaq üçün yazmadım, təəssüfümü bildirdim. Ekranda da görürsünüz. O deyir ki, mən demişəm, hakimiyyət ona kitab mağazası hədiyyə edib, yalandır. Mən ona elə bir söz deməmişəm. Dediyim, bax, bundan ibarətdir. Bu sualın içərisindəki bir yalan və yaxud da təhrif edilmiş məlumatdır. Kəramət Böyükçölü gözləyərdim ki, dəqiqləşdirdiyi bir sual hazırlasın və versin. Gələk istəyirsinizsə, bunu izah edə bilərəm ki, madam ki, nəzərə tutulur, bu onu çox maraqlandırır, buna izah verə bilərəm. Kəramət Böyükçöl, istərdim ki, haqqında danışarkən onun özünə qarşımda oturduğu təqdirə cavab verəm, belə arxasınca danışmayayım, madam ki, özü çıxmır, deyə sizin sualınızı cavablandırma məcburiyyətindəyəm. Lap əvvəli demirəm mən, hansı ki, ASTV-də hakimiyyəti tərifləyən və yaxud da ki, güya xarici turist kimi çıxış edən, mən onun o çıxışını o vaxtları nəzərə tutmuram. Hansı ki, ASTV-də görmüşdüm ki, xarici bir turist ilə onun qarşısına mikrofon uzadıblar və o da tərifləyici məlumatlar danışıb. Bəlkə də baxmışsınız siz Elbəy bəy və yaxud da, amma çoxları görüb onu. Lap o əvvəlləri nəzərə tutmuram mən. Təxminən bir 4-5 il əvvəli deyirəm mən, yoxsa 3-4 il əvvəli. Kəramət Böyükçöl İlham Əliyevi diktator adlandırırdı. Yazılarında, çıxışlarında sərt ritorikası var idi, demirəm söyüşdürürdü. Sərt ritorikası vardı, hakimiyyət, zalım, qəddar və İlham Əliyev diktator. Və ondan sonra onunla profilaktik söhbətlər aparıldıqdan sonra o bu ritorikadan İlham Əliyevi diktator adlandırmaqdan və ona qarşı, onun şəxsən özünə qarşı çıxış etməkdən uzaqlaşdı və yaxud da profilaktik söhbətlər nəticəsində nisbətən uzaqlaşdırıldı və sonradan bir kitab mağazası açdı. Kitab mağazası da işlədiyi, oturduğu zaman gördüm, həm mən gördüm, həm cəmiyyət də gördü ki, əvvəlki Kəramət Böyükçöl yoxdur. Yalan deyirəmsə, şərhlərdə insanlar da yaza bilər və özü də bilir, özü də görür, cəmiyyət də görür. Əvvəlki o ritorikadan İlham Əliyevi diktator adlandırmasından və Əliyevi hər şeyin günahkarı hesab etməsindən uzaqlaşıb və başladı mülayim, yeri gələndə tənqid edib, yeri gələndə etmir, kitabını satmaqla məşğuldur. Və mənim də onu belə təsvir etməyim də heç də haqsız sayılmır. Yəni, susturdular. Səhv deyirəm mən. Kitab mağazası açılandan sonra susturuldu. Mən bundan başqa bir şey deməmişəm. Amma mən istəyirəm qayıdaq Elbəy bəy. Yox, mən deməli olduğum bir şey var. İndi siz deyərkən burada qeydini apardım sualımdan, eşidərkən. Kəramət Böyükçöl mənə ünvanladığı sualda deyir ki, mən bilirəm onsuz da Azərbaycanda şərlə, böhtanla savaşmaq mümkün deyil. Və ona görə də Tural Sadıqlıya cavab vermədim o vaxtı mən. Burada özü aydın edir ki, bu cümləsi ilə. O, şərlə, böhtanla savaş aparmır Azərbaycanda. Azərbaycan hakimiyyətinin şər maşını ilə indiyinə kimi o, indiki dövrdə mübarizə aparmır. Çünki özü deyir ki, şərlə, böhtanla savaşmaq mümkün deyil Azərbaycanda. Yəni, güya mən şər atmışam ona, o da mübarizə aparmayıb bu şərlə, böhtanla. Çünki Azərbaycanda şərlə, böhtanla mübarizə aparmaq mümkün deyil. Kəramət Böyükçöl deməli, indi sadəcə cəmiyyətin çoxunun xoşuna gələ biləcək yazılar yazmaq, fikir səsləndirməklə orta səviyyəli bir sanki tənqidi və yaxud da
hazırki durumla barışmayan bir mövqe sərgiləyir, amma əvvəlki Kəramət Böyükçöl deyil. Və bu onun özünə sərf eləyir bu cür davam etdirmək, fəaliyyət göstərmək, izləyici yığır və həmçinin də ki, şərin, böhtanın qəzəbinə tuş gəlmir. Razılıq əsasında. Ola bilər deyirsiniz ki, Azərbaycanda hər kəs razılıq əsasında iş görür də. Əlbəttə ki, razılıq əsasında. Amma baxın, mənim atama, anama, mənim fəaliyyətimə görə maneçiliklər yaradırlar. Azərbaycandan çıxmağa qadağa qoyublar. Mənim fəaliyyətimə görə Azərbaycanda əmim şərlənib həbs olunub. Amma Kəramət Böyükçölün, üzr istəyirəm, buyurun. Sualların birində əminizin həbsi ilə bağlı var idi, amma buyurun. Ona gələcəm. Sadəcə müqayisəni edirəm ki. Amma Kəramət Böyükçölün yumşaq mövqeyli fəaliyyət göstərmək müqabilində atasına ev verilir və bu atası ilə çox gözəl münasibət demirəm, atası ilə düşmənçilik eləsin. Amma boynuna almalıdır ki, o atasının fəaliyyətinə görə atası ev almayıb və yaxud da müəyyən tədbirlərə çağırılıb və yaxud da hökumət tərəfindən mükafatlar almır. O, özünün fəaliyyətsizliyinə görə və yaxud da yumşaq mövqeyinə görə atası hədiyyə olunur və ona şəraitlər yaradılır. Şərait, mən dünənləri bir onun həmkarının Instagramda çıxışına baxdım. Deyirlər ki, o Azərbaycanda ən çox kitab satan deməli yazıçıdır və ondan da çoxlu pul qazanır. O səsləndirir ki, adam səsləndirir. Mən də oxudum, deyir 350 min, 400 min. Mən onu bilmirəm. Amma qazanır. Azərbaycanda istər kitab mağazası, istər deyək ki, hər gün avtomobilini gətirir, qoyur, ümumiyyətlə heç aparmır, elə qalır da orada bağın. Başqa biri gedib orada, başqa bir bağda öz avtomobilini qoyub kitab sata bilər. İcazə verərlər buna. Deyək, qoymasın Elmlər Akademiyasının qarşısındakı parka, qoysun, nə bilim, Neftçilər metrosunun yaxınlığındakı parka bir balaca budka qoysun, kitabını satsın və yaxud da başqa bir şeyini satsın. Buna imkan verərlər? Yox. Ona icazə verirlər, imkan verirlər. Çünki o, əvvəlki ritorikasından uzaqlaşıb və yumşaq ritorika ilə yola verən bir fəaliyyətlə məşğuldur. Baş ağrıtmır, kimisə narahat etmir və qoy eybi yox, qal. Yəni, bu cür qal, sənə də biz dəyməyəcəyik. Sən bizə dəyməm, biz də sənə dəyməyəcəyik. Mən bunu normal qəbul edirəm. Normal qəbul eləyə bilərdim bunu. Demirəm ki, sən niyə beləsən sən? Ona görə mən Azərbaycanda yaşayan hər kəsi qınıyım ki, siz niyə susursunuz? Mən onu deməyə mənim haqqım çatmır, çünki mən Azərbaycanda yaşamıram. Mən orada yaşayıb desəydim ki, ay millət, niyə susursunuz, susmayın, qorxaqsınız, mən onu bəlkə də haqqım çatardı. Amma mən Avropada, Azərbaycanın kənarında yaşadığım üçün bunu mən deyə bilmərəm. Onu da qınamıram. Və bu yazımı yazarkən də kommentdə də yazmışdım ki, mən bunu qınamaq üçün yazmıram, təəssüfümü bildirirəm. Onu qınamazdım və bunu da ki, məsələ etməzdim. O vaxta kimi ki, bax, Kəramət Böyükçöl, bax, bu yazısını yazdı. Bu sifarişlə edilmiş bir yazı idi. Fevral ayında, fevral ayında deməli, bu yazını yazdı. Çünki hakimiyyət çox vəlvələyə düşmüşdü. Alyona Əliyevanın müdafiəsinə, gah deputatlar girişmişdi, gah nə bilim hansısa Azərbaycanda blogerlər üzlərindən makyaj çəkə-çəkə Alyona Əliyevanı müdafiə edirdilər və s. Və güya ictimai sektorun, güya müstəqil medianın nümayəndələri başladılar Alyona Əliyevanı müdafiə etməyə və yaxud da fərqli formada Mehman Hüseynov bizim əleyhimizdə pis danışmağa. Onlardan da biri məcbur edildi, Kəramət Böyükçöl yazdı. Bu yazını yazmağa nə vadar elədi Kəramət Böyükçölü? Baxın, mən indi bir sual ünvanlayıram. Özü burada olsaydı, özünə ünvanlayardım. Təəssüf ki, çıxmır da qarşıma o. Burada deyək ki, Mehman Hüseynov Alyona Əliyeva haqqında danışıb, pis danışıb, nə bilim nə danışıb.
Bunu başa düşdük. Bəlkə də bunu müqayisə eləyə bilərdik, müzakirə eləyə bilərdik, müzakirəyə çıxarda bilərdik. Kəramət Böyükçül bunu da Mehmanın adını təkcə yazmış olsaydı, onu da başa düşərdik. Deyərdim ki, hər nəysə, yarısını başa düşərdik. Yaxşı, Emin Hüseynovun niyə adını çəkir burada, onun yaydığı video? Emin Hüseynov yazıq neynəmişdi ki, getmişdi İlham Əliyevə və Mehriban Əliyevə Münxendə yazı, normal, sivil, normal qaydada bir jurnalist kimi siz, cənab prezident, Mehriban xanım sizə sual vermək istəyirəm, demokrat. Nə vadir elədi ki, Emin Hüseynovun adını çəkir? Axı o Alyona haqqında paylaşımlar etmirdi, videolar çəkmirdi. Hə? Çünki tapşırıq belə verilmişdi. Tapşırıq belə verilmişdi. Emin və Mehman Hüseynovlar. Bu tapşırıq əsasında. Mən demirəm, o konkret o harasa ştatını işləyir. Yox. Sadəcə profilaktik söhbətlər etdiyi şəxslər var Azərbaycan hakimiyyətində onunla və yaxud da birbaşa hakimiyyətin vəzifəlisi ilə Kəramət Böyükçül arasında olan, ortada olan, vəzifəli olmayan güya ictimai şəxsdir. Onlar profilaktik söhbətlər eləyirlər. Onların öz çevrəsi var. Bəzilərini mən artıq bilirəm. Burada söhbətimiz o deyil deyə çox da dərinliyinə varmıram. Özü qarşıma çıxsa, onları rahatca danışaram onun özü ilə. Təəssüf ki, qarşıma çıxmır. Yəni, Emin Hüseynovun burada nə yeri var idi? Mən deməli, bir daha sizin o fikrinizə gəlirəm ki, siz, mən belə başa düşdüm ki, siz hazırsınız ki, siz, deməli, Kəramət Böyükçölünə mənim vasitəmlə, deməli, Azad Söz kanalında üz-üzə gələsiniz və bu kimi məsələləri açıq şəkildə müzakirə eləyəsiniz. Mən şəxsən öz tərəfimdən bu belə bir verilişin hazırlanmasına çox ciddi maraq göstərərdim. Amma indi danışarıq. Sonda bir-iki şey əlavə etməliyəm, icazə verirsinizsə. Buyurun. Təşəkkür edirəm. Çünki bu mövzudan bitirək. Baxın, Azərbaycanda mən düşünürəm ki, Kəramət Böyükçül və bir neçə belə nəfər var ki, onlar orta mövqələrini saxlayıblar, nə hakimiyyəti təriflə, nə də ki, sərt radikal müxalifətçiliklə məşğuldurlar. Orta mövqeyini saxlayıblar və bu adamlar da məqsədli şəkildə belə saxlanılır. Kritik məqamlarda lazım olsa hakimiyyət onları işə salır. Müəyyən formalarda. Məsələn, kritik məqamlardan biri Alyona Əliyeva haqqında və bunu da biz gördük. Digər kritik məqamlardan biri, bu sırf bir məqam deyil, birbaşa hakimiyyətin illərdir aciz qaldığı məsələ mühacirlər barədə. Mühacirlərə kimsə daş atırsa, hakimiyyətin gözündə o yüksəlir. Və mühacirlərin hamısını deməyim, 3-5 nəfər var ki, onlar hakimiyyət tərəfindən heç cür qəbul edilmir. Onlardan da biri mənəm və Kəramət Böyükçül də məhz belə məqamlarda istifadə oluna biləcək fiqurdur Azərbaycanda. Və fikir verirsiniz, sualı da qərəzli və konkret bir həm də missiya yerinə yetirən bir sualdır. Orada, mən indi burada danışarkən mən qeyd etdim, bildirir ki, mən yəni özəl xəbərlər olduğu zaman da bundan sonra mən Tural Sadıqlının xəbərlərinə niyə inanmalıyam? Onun məmurlar, Azərbaycan hakimiyyəti haqqında dediyi sözlərə niyə inanmalıyam? Bu, həmən o missiyasının bir tərkib hissəsidir. Bu cümlənin içərisində gizlənir. Nə vaad edirdik ki, bu cümlənin sualın içərisində bunu ora soxuşdurmaq? Yəni, ay cəmaat, elə Tural Sadıqlının kanalında mənim fikrimi eşidin, özüm ora çıxmıram, çıxa bilmirəm. Amma mənim fikrimi eşidin ki, Tural Sadıqlının məmurlar haqqında dediklərinə inanmayın. Bu missiyanı yerinə yetirir və bunu da yaraşdırmıram ona. İzləyicilərinə də diqqətli olmalarını tövsiyə edirəm. Davam edir. Deməli, bu İlham Əliyevi siz mütəmadi şəkildə tənqid edirsiniz. Amma cəmiyyətdə belə bir fikir var ki, onun hakimiyyəti dövründə müəyyən mühüm hadisələr baş verib. Xüsusilə Qarabağ məsələsində separatçı rejim ləğv olundu. Rusiya sülh-nərahımları Qarabağdan çıxarıldı. Ümumiyyətlə, Azərbaycandan çıxarıldı.
Burada Qarabağda yenidən qurma işləri gedir, məskunlaşma prosesi gedir, həmçinin Zəngəzurla bağlı müəyyən proseslər gedir və s. Və bir çoxları, elə mən özüm də o fikirdəyəm ki, bütün bunlar İlham Əliyevin aktivinə yazılası işlərdir. Mən ümumiyyətlə Azərbaycanın yeritdiyi xarici siyasətə müsbət baxıram, bu barədə də dəfələrlə yazmışam. Amma hesab edirəm ki, Azərbaycanın daxili siyasəti bərbad vəziyyətdədir. Bərbad vəziyyətdə belə çox yumuşaq ifadədir. Son dərəcə bərbad vəziyyətdədir. Yəni heç deyiləsi deyil də. Mən sizin fikrinizi bilmək istərdim. Siz necə hesab edirsiniz ki, İlham Əliyevin bu və ya digər müsbət işləri varmı? Yoxsa yəni ölkədə vəziyyət o qədər bərbaddır ki, yəni İlham Əliyev gördüyü müsbət işlər də yəni öz əvvəlki belə deyək də cazibəsini itiribdir və o qədər də xoş qarşılanmır. Siz necə fikirləşirsiniz? Elbəy bəy, mən İlham Əliyevin xarici siyasətinin də bərbad olduğu fikrindəyim. Siz dediniz ki, daxili siyasəti bərbaddır, amma xarici siyasəti də bərbaddır. Mən belə düşünürəm. Xarici siyasət niyə bərbaddır? Adətən dövlətlərdə xarici siyasət, normal dövlətlərdə xarici siyasət daxili siyasət üçün hesablanır və aparılır. Xarici siyasət elə aparılır ki, daxildə vətəndaşı yaxşı yaşasın. Haqqı olsun, hüququ olsun, başqa dövlətlə münasibətdə o öz vətəndaşı həmin ölkəyə gedərkən hörməti olsun və s. Yəni, xarici siyasət təkcə sərhədləri qorumaqdan asılı bir şey deyil ki, xarici siyasət əsasən alış-verişdir də. İlham Əliyev də bunu çox gözəl bacarır və əsasən də bütün xarici siyasətində ticarət üzərində qurur. Səhvdir, yox, düzdür. Hətta Ermənistanla belə tez tələsik ticarətə başlayıb, neft satır, sülh hələ bağlanmayıb, neft satır, başqa ölkələrin Azərbaycanı tranzit istifadə etməsinə, Ermənistana yük daşımasına şərait yaradır, alış-verişi artıq başlayır. Bəs xarici siyasətdəki ticarət nəyə hesablanır? Yenə də yaxşı gəlir əldə etməyə hesablanır da. Yaxşı pul qazansın bu dövlət. Yaxşı pul qazanırsa, bəs o yaxşı qazandığını harda biruzə verməlidir? Vətəndaşın cibində biruzə verməlidir də, maaşında biruzə verməlidir də. İndi dediklərim bu Elbəy bəy sizə yox, ümumi bir izləyicilərə də hesablanır bu sualım. Onda biz doğru mu adlandıra bilərik ki, İlham Əliyevin xarici siyasəti yaxşıdır, uğurludur? Axı biz bunu ölkənin içərisində insanlar görmür yaşayışında, haqqında, hüququnda, yeməyində, içməyində, bazarlığında və s. Nədir xarici siyasətin yaxşı olması? Mən sizə oponentlik də eləyə bilərəm. Siz əgər varsa deyə bilərsiniz. Quru sərhədlərini bağlamaq mı xarici siyasəti uğurlu olduğunu göstərir? Quru sərhədlər, ölkənin sərhədləri xarici siyasətdir də, nə olmalıdır ki? Dünyada Azərbaycandan başqa quru sərhədini bağlayan bir ölkə var. Mənim sualım konkretdir. Yəni siz İlham Əliyevin gördüyü işlərin sırasında müsbət nələrsə görürsünüzmü? Yoxsa elə hamısı sizin nəzərinizdə yanlışdır, deməli, düzəldilməlidir və s. Yəni bu müsbət bir şey var, yoxdur sizin baxışınıza görə? Deyəcəm, icazənizlə. Buyurun. Qarabağın işğaldan azad olunması məni sevindirdi. Amma sevindirməklə bərabər kədərlər də gətirdi. Çünki o Qarabağ bir tərəfdən erməni işğalından azad olunub, bir hakimiyyətin və yaxud da bir ailənin işğalına verildi. Məni tam sevinməyə imkan vermədi, yəni bu əməl. Mən görmürəm və yaxud da görə bilmirəm, bəlkə də mən yanılıram, mən görə bilmirəm. Yəni, bir şeyin ki, mayası, özəyi, pislik üzərində qurulub, niyyəti, ümumi siyasəti pislikdirsə, onun içərisində tək-tük şeylər görəndə və yaxud da bəlkə də yaxşı bir şeylər görsünmə görsənmir. Millətin gözünə görsənir, desin də, millət yazsın şəhərlərdən. Şimdi şəxsən mən çətinlik çəkirəm. Mən həqiqətən görsəm ki,
Bundan sonra Azərbaycan hakimiyyəti həm Azərbaycanın içərisində, həm xaricdəki mühacirlərə mövqeyini dəyişərsə, siyasətində dəyişikliklər görərəmsə, korrupsiyanın, rüşvətin yığıldığını, günahkarların ətrafındakılarının cəzalandırıldığını görərəmsə, mən o şou xarakterli cəzalandırmaları demirəm, cəzalandırıldığını mən görərəmsə, onda görərəm ki, yox, burada nəsə bir xeyir, bir şey var, bir işıq ucu var. Mən heç vaxt inanmamışam ki, mütləqdir, yox, Qozbeli qəbul düzəldər. Bunu nə qədər də ifadələrimdə, çıxışlarımda desəm də. Amma hər zaman içimdə bir ümid qalıbdır ki, bəlkə düzəldi, bəlkə dəyişdi. Bu, mənim içimdə bir balaca da ölməyən bir ümid var. Mən düşünürəm ki, heç vaxt ölməyəcək o. Və ona görə də üzrlü hesab edeyim, mən deyə bilməyəcəm ki, onun hansısa konkret xeyir işləri var, ya işləri var. Sizin şəxsi fikrinizdir, gözümə yəni siz görsənmir o. öz fikrinizdə qalırsınız. Deməli, mən növbəti suala keçirəm. Bu Mehman Hüseynov dedi ki, bu Alyun Aliyeva ilə bağlı deməli məsələlər ətrafında danışarkən qeyd elədi ki, materialları mən pul müqabilində almışam. Mən üçün maraqlıdır. Sizin necə belə imkanınız varmı? Məsələn, bu və ya digər kompromat material üçün pulu ödəmək iqtidarınız varmı? Və ya bu işdə sizə, məsələn, Mehman Hüseynov deyir ki, ona dəstək verən adamlar var, maliyyə problemini həll eləmək üçün, bu və ya digər material almaq üçün də ən azı. Sizin necə belə bir şəxsi imkanınız varmı? Və ya kimsə sizə bu məsələlərdə dəstək verə bilərmi ki, bu və ya digər belə deyək də ictimaiyyət üçün maraqlı ola biləcək kompromat materialların satın alınmasını nail olasınız. Belə bir imkanınız varmı? Buyurun. Kiçik informasiya və materiallar olub ki, etiraf edirəm, pul xərcləmişəm öz cibimdən. Yəni, həmən o informasiyanı alma müqabilində. Amma biraz orta dərəcəli informasiya və qarşılığı biraz orta məbləğ tələb edən informasiya olub ki, öz cibimdən yox, başqa şəxslər vasitəsilə yardım istəmişəm və heç özüm iştirak etməmişəm. Onlar ödəməni o edib, o informasiya mənim əlimə çatıb. Belə şeylər də olub, bəli. Amma mən ümumiyyətlə bütün informasiyaları pulla alıram, belə bir şey yoxdur, olmayıb, ona imkanım çatmır, maddi imkanım çatmaz. Təşəkkür edirəm. Bu maliyyə imkanı demişkən, ümumiyyətlə maliyyə imkanınız necədir? Yəni YouTube üzərindən gördüyünüz işlər müqabilində dolana bilirsinizmi? Özüm dolana bilirəm, amma Azərbaycandakı və yaxud da hətta xaricdə də var, böyük ofisli binalarda ofis tutum və kanalımın işçilərinə pullar verim, belə imkanım yoxdur. Özümü və kanalı ayaqda saxlamaq səviyyəsində Allah'a şükür varımızdır. Allah ruzini yetirir, Allah'a da şükür edirəm və etiraz da etmirəm. Amma çox istərdim ki, maddi gəlir olsun və bu kanalı inkişaf etdirin, böyüdüm. Söhbət izləyicilərini böyütməkdən, çoxaltmaqdan getmir. İşçilərini böyüdüm, işçilər olsun, şaxəli, çoxlu videolar, reportajlar hazırlansın. Bakıdan reportajlar hazırlansın, sorğular keçirilsin, insanları danışdıra bilək. Bunun üçün də maliyyə lazımdır. Çox təəssüf ki, o maliyyə yoxdur. Ona görə də bəzən görürsünüz ki, Azərbaycanda ya Mir Şahinlər, ya Zahid Oruçlar tək adamlıq kanal adı veriblər bizə. Həm mən varam, həm yəni olur ki, bəzən bir nəfər var ki, köməklik eləyir və kanalı ayaqda saxlayırıq. O şəxs isə yəni üzdə görsənmir. Amma mənə bir şey olacağı təqdirdə
O şəxs artıq üzdə görünəcəyini bilmirəm, amma kanal fəaliyyətdə olacaq. Bir şey də soruşum. Deməli, mən dəfələrlə yazmışam da. Mən özüm deməli, bu iqtidar diaspor münasibətləri ilə bağlı iqtidar nümayəndələri ilə danışıqlar aparmışam. Mən bu barədə cəmiyyətə də, ictimaiyyətə də məlumat vermişəm. Deməli, iqtidarda müəyyən dairələr hesab edir ki, Avropada fəaliyyət göstərən bloqerlərin əksəriyyəti bu və ya digər xarici qüvvələrə bağlıdır. Onların təsir dairəsindədir və məhz yabancı qüvvələrə bağlı olduqlarına görə onlarla anlaşmaq mümkün deyil. Çünki onların iradəsi öz əlində deyil. Mən bugünkü yazımda da buna toxunmuşam, amma deməli, xaricdə fəaliyyət göstərən blogerlərdən də birisiniz. Siz bu barədə nə düşünürsünüz? Sizcə belə bir şey ümumiyyətlə varmı? Sizin müşahidələrinizə görə. Yoxsa bu iqtidarın bir, belə deyək də, kompromisə gəlməkdən yayınmaq üçün istifadə etdiyi, belə deyək də, o qədər də əsası olmayan bir arqumentdir. Buyurun. Elbəy bəy, mən düşünürəm ki, elə bir arqumentləri varsa, bu cəmiyyətə hesablanmış bir arqument deyil. Cəmiyyəti aldatsınlar ki, filan kəslər xarici kəşfiyyata işləyirlər, ona görə onlarla yola getmək mümkün olmaz. Bu İlham Əliyevi aldatmaq üçün ortaya atılan bir fikirlərdir. Əgər belə bir şey varsa, İlham Əliyevi aldatmağa hesablanan bir şeylərdir. Ki, cənab prezident, bunlar xarici kəşfiyyata işləyirlər və bu xarici kəşfiyyatça deməli düşmən də Azərbaycanı satıblar, vətən xainləridir, bunların da bir cəzası var. O da ölümdür, öldürtməkdir, gətirtməkdir, burada zindanda ya öldürtməkdir, ya da uzun ömürlü həbsə məhkum etməkdir. İlham Əliyevi aldatmaqdan başqa bir şey deyil. Cəmiyyət onsuz da bunların yalanlarına inanmır, bu yalanlarına da heç inanmaz. Konkret özümlə bağlı deyirəm, mən hər kəs barədə cavab daşımaq məcburiyyətindən, cavab vermək məcburiyyətində deyiləm. Qətiyyətlə rədd edilən, yalandır, iftiradır, heç bir xarici kəşfiyyat, heç bir dövlət vəsaitlərindən əlaqəm yoxdur, olmuyor, bundan sonra da heç olmaz. Mənim Almaniya polisindən özümün təhlükəsizliyimlə bağlı, danışığımdan başqa bir kəlmə başqa sözüm olmayıb, ola da bilməz. Mən Almaniyada yaşadığım üçün təhlükəsizliyimə cavabdeh Almaniya və onun polisidir və bununla bağlı da danışmalıyam və danışıram və öz təhlükəsizliyimi qorumaq üçün. Başqa hamısı yalandır. Nə Avropa, nə başqa, gah deyirlər, ermənilərə işləyir, bu tərəfdən deyirlər Rusiya işləyir, o tərəfdən deyirlər Avropa işləyir, bir deyir Fransa işləyir, Amerika işləyir, işləmədiyimiz yer qalmadı. Hamısı yalandır, özləri də bilirlər, inansız. Özləri də çox gözəl bilirlər, dediyim kimi. Əsas İlham Əliyevi aldatmaq üçün bu arqumentdən istifadə edirlər və Dövlət Təhlükəsizlik Xidməti də bunu əlində daha çox, belə deyək də, kozul kimi istifadə edir. Bəy, o hökumətin sizə əli çatmır da, amma sizin yaxınlarınızda, doğmalarınıza əl çatan yerdə də olar. Məsələn, indi sizinlə bağlı qiyabi həbs hökmü çıxarılıbdır. Amma eyni zamanda məhz sizə görə əminiz həbsdədir. Yəni, bu da, yəni, belə şeylər çox olub Azərbaycanda da. Avropada yaşayan və ya Amerikada yaşayan kimlərəsə görə onların doğmaları, yaxınları həbs olunubdur. Bu əminizin həbsinə görə siz müəyyən bir məyusluqmu deyim, ya bir təəssüfmü? Yəni, bu necə təsir eləyir sizə? Yəni, siz bilirsiniz ki, məsələn, siz Avropada azad yaşayırsınız. Amma mən sizə görə, sizin siyasi fəaliyyətinizə görə, sizin deməli ictimaiyyətə mütəmadi müraciətlərinizə görə
Sizin əminiz azadlıqdan məhrum edilib və bu barədə mən istərdim bir o hissiyat olaraq bunu necə yaşayırsınız? Hı -hı. Hakimiyyət mənim əmmimi həbs etməklə, ailəmə, yaxınlarıma təzyiq göstərməklə məqsədləri qisasdır və məni pis etməkdir. Mən pis oluram, amma mən bu pis görüntümü göstərmirəm, onları sevindirmək istəmirəm ki, mən pis olduğumu onlara göstərim. Amma əlbəttə ki, mənə təsir edir və pis edir. Amma nə edim ki? Onları həbsə mən atmamışam. Günahkarı mən deyiləm. Bu hakimiyyətdir, bu iqtidardır, onlara qulluq eləyənlərdir. Özümü günahkar hesab eləmirəm mən. Amma pis olmağına pis oluram. Və belə şeylərdə yaraşdırıram bu hakimiyyətə, desəm ki, yaraşdırmıram. Amma ayıbdır. Bir insanın əməlinə görə onun yaxınlarını cəzalandırmaq, etmədiyi əmələ görə əmisini həbsə atmaq, bu yalandır. Məhkəmədə də sübutlar ortada olub ki, əmim maşınında qumbara gəzdirməyib, polislər gətirib qoyub onu ora, heç gətirib qoymayıblar, göstəriblər ki, bu şəkildən göstəriblər, bu qumbara sənindir. 3 gündən sonra gətirib kameraya çəkirlər ki, bəs güya maşında axtarışı görüntüsünü yaradırıq. Və məhkəmədə də bütün bunlar yəni də sübuta yetirilməyib, sadəcə sifarişdir. Bu sifarişlə də məhkəmə hökm verdi 2 il yarım. Amma yəni insanların ömürlərini niyə uğurluyorsunuz? 60 yaşı var mənim əmimin. Həbsdə yatmalı deyil axı o. O bu əməli törətməyib axı. Məni cəzalandırmaq məqsədi daşıyıb və bunu da edirlər. Ayıbdır. Ayıbdır. Deməli, mən dünən yoxsa 2 gün bundan qabaq bir blogerlə danışdım. Ona müsahibə götürmək istəyirdim. Elə bu Azad Söz kanalı üzərindən o imtina elədi və mənə bir video atdı. Dedi bir buna bax və bundan sonra məndən müsahibə verin. Deməli, mən o videoya baxdım. İndi blogerin adını çəkmək istəmirəm. Çünki ola bilsin ki, istəmir. Deməli, onun hardasa bir 7-8 bəlkə də çox yaxın adamları, bacısı, qardaşı, nə bilim, mən yaxın adamları televizora çıxıb və deyir ki, biz filan kəsdən imtina eləmişik. Və ən maraqlısı odur ki, o imtinadan sonra deyir ki, və bizim uşaqlarımızı həbsdən azad eləyin də, bizim onunla heç bir əlaqəmiz yoxdur filan. Belə çox əcaib, qəraib bir şey. Yəni və bunu çəkib paylaşırlar. Yəni ictimaiyyətə təqdim edirlər. Sizdə necə imtina eləyən qohum əqrəbəniz filanınız olubmu, yoxsa? Yox, mənim məndən imtina eləyən qohumlarım olmayıb, valideynlərim də olmayıb. Mən görmüşəm, valideynlərinin də imtina etdiklərini də görmüşəm öz övladlarından siyasi fəaliyyətini də görə. Amma mən xatirimdədir, 2018-ci ildə qardaşımı həbs etmişdilər. Atamı da bir gün polis idarəsində saxladılar və qardaşım həbs olunan zaman idi, yoxsa üzərindən 8 il keçibdir, tam da xatırlaya bilmirəm, amma atamla etdiyim canlı yayım mənim tam xatirimdədir. Canlı yayımda özündən soruşuram, ata, səndən əgər istəsələr ki, məndən imtina edəsən, məndən imtina edəcəksənmi? Çünki mən paralel görürdüm, başqalarında da imtina videoları çəkdirirdilər. Atam mənə çox qürurlandıran bir cavab verdi, dedi ki, oğlum, sən nə etmirsən ki, nə cinayət əməlinin sahibisən və yaxud da nə pis bir işin sahibisən ki, mən səndən imtina eləyim, mən səndən imtina etmərəm və məndən imtina edən olmayıb, nə atam, nə anam və mən valideynlərinin bu mövqeyinə və belə duruşuna görə də onlara da təşəkkür edirəm, 100 yaşasınlar. Təşəkkür edirəm, amma vidalaşmamışdan öncə bir şey də soruşum. Ola bilər ki, mən bu sualların hamısını sizə vermədim, yaddan çıxan nəsə oldu və ya nəysə özünüz əlavə demək istərdinizmi? Demək istədiyiniz başqa bir fikir varsa, onu da... Yox, mənim bu veriliş boyu vəzifəm sizin suallarınızı cavablandırmaq idi. Sonda yalnız sizə təşəkkür edirəm. Həm mövqeyinizə, həm də cəmiyyətdə olan və hətta məni sevməyən, ola bilər xoşlanmayan
şəxslər var və məndən incik qalan şəxslər də gördüm ki, olub və onlar sual ünvanlayıblar. Onların da suallarını səsləndirdiyiniz üçün sizə təşəkkür edirəm və sizin orta mövqedə duruşunuzu və istər Azərbaycan hakimiyyəti, istər də xaricdə yaşayan mühacirlər, hər ikisinin arasında tutduğunuz orta mövqe və mühacirlərin, blogerlərin öldürülməməsini, əksinə onları anlamaq lazımdır fikrini Azərbaycan hakimiyyətinə aşıladığınız, tövsiyə etdiyiniz, çağırış etdiyiniz üçün sizə minnətdaram və alqışlayıram bu etdiklərinizi də. Mən təşəkkür eləyirəm. Sadəcə son olaraq onu demək istərdim ki, hörmətli Tural bəy, deməli, bu Azad Söz kanalında bizə belə bir imkan yaradır ki, yəni bu kanal üzərindən mən müxtəlif insanlarla, istər iqtidar nümayəndəsi olsun, istər müxalifət nümayəndəsi olsun, bizim üçün, məsələn, mənim təsəvvürümdə olan bu idi ki, bir iqtidar nümayəndəsi, bir tutaq ki, bir mərkəz mövqedə duran bir adam, bir də tutaq ki, müxalifət nümayəndəsi, yəni dialoq. İnsanlar bir-biri ilə danışsın, söhbət eləsin, mövqelərini ortaya qoysun. Mən düşünürəm ki, insanlar danışanda daha tez anlaşırlar və bu tip verilişlər hazırlamaq istəyirəm. Kimlərisə belə verilişlərdə iştirak eləmək istərsə, istər iqtidardan olsun, istər müxalifətdən, bizə müraciət eləsinlər. Tural bəylə də danışa bilərlər, mənimlə də danışa bilərlər. Biz bu istiqamətdə deməli verilişləri hazırlamağa çalışacağıq. Şəxsən mən əminəm ki, bu tip verilişlər Azərbaycan cəmiyyətində qarşılıqlı anlaşmanı təmin etmək gücündədir və biz anlaşmağa çalışmalıyıq. Tural bəy, mən sizə bir daha təşəkkür edirəm. Azad Söz kanalında belə bir imkan yaratdığınıza görə sizə minnətdaram. Sağ olun, var olun. Mən sizə təşəkkür edirəm. Sağ olun, var olun. Uğurlar arzulayıram. Sağ olun. Sağ olun.